Bu günlərim trend olan bəzi ixtisaslar 5 il sonra olacaqmı, 10 il sonra olacaqmı, 15 il sonra olacaqmı? Bu günlərim birinci sinifə gedən uşaqlara mən həkim olacam, hüquqşünas olacam, biznesmen olacam, ekonomist olacam deyə bu fikirləri onlara aşılayırıq, amma 5 il sonra dünyanın bir ekonomistə ehtiyacı olacaqmı, bir həkimə ehtiyacı olacaqmı? Yəni hal-hazırda əməliyyat edən robotlar, texnologiyalar ürətilir. Bu günlərim anaya ehtiyac olmadan çöldə ana bəndini quraraq uşaq istehsal olunur. Bu gün 3D printerlərindən orqan istehsal olunur. Yəni dünyanın uzaya getdiyi bir çağda bizim ənənə belədir, biz bundan çıxa bilmərik. Qonşunun oğlu həkimdir, mənim də oğlum həkim olsun, qonşunun oğlu hüquqşünasdır, mənim də oğlum hüquqşünas olsun. Bu kütlə psixologiyasından çıxmasaq, müasir təhsil sistemini qəbul eləməsək və bunun arxasınca getməsək, çox təəssüf olsun ki, üzvlərlə bildirmək istəyirəm ki, gələcəkdə biz çox geridə qalmış olacağıq. Ki, necə ki, bəlkə də illər əvvəl Alman texnologiyası, məsələn, özəlliklə maşın istehsalında, avtomobil istehsalında çox irəlidə etsə, hal-hazırda son 3-5 ildə Çinin Alman texnologiyalarını vurub keçməsi, özəlliklə də elektrikli avtomobillərdə bunun bir örnəyidir. Yəni, stabil qalan ölkə geriləməyə məcburdur.